Həkimlik həm vicdanla, həm elmlə, həm də insanla işləyən bir peşədir. Amma təəssüf ki, bəzən cəmiyyət uğursuz bir nəticəni yanılmaq yox, bağışlanmaz səhv kimi qəbul eləyir. Halbuki həkimlər də insandır, təzyiq və stres altında fəaliyyət göstərirlər. Çox vaxt bir həkimin 500 uğurlu əməliyyatı deyil, məhz bir uğursuz əməliyyatı yadda qalır. Sizcə cəmiyyətin bu yanaşması həkimin özünə olan güvəninə necə təsir göstərir? Düşünürəm, qınamaq yox, dəstək olmaq lazımdır. Çünki hər bir insan səhv edə bilər və həkimlər də bəzi vaxtlar təəssüf ki, istəmədən bu səhvləri edə bilirlər. Belə hallarda biz öz həkimlərimizə dəstək olmalıyıq. Onların motivasiyasının düşməsinə imkan verməməliyik. Necə ki, digər komanda oyunlarında və yaxud da ki, görürsünüz ki, misal üçün bir futbol komandasında hər hansı bir qapıçının səhvi digər komanda yoldaşlarının ona necə dəstəyi ilə müşahidə olunur. Həkimlik peşəsi də çox həssas, çox incə, çox riskli bir peşədir və həkim də istər-istəməz bunun bir ziyalı olaraq, bir savadlı insan olaraq bunun dərk edir. Amma bəzi vaxtlar istənmədən olan səhvlər və ya texniki problemlərdən qaynaqlanan səhvlər həkimin ayağına yazıla bilir. Bu zamanda bütün insanlar, həm ailəsi, həm iş yoldaşları, həm həmən pasiyentin ailəsi həmən həkimə dəstək olsa daha möhtəşəm olar.